Salam dəyərli izləyicilərim. Bugün sizə Bilgəhdə ümumi 10 sot torpağın içində yerləşən 4 otaqlı, yaşayışlı, özündə tikilmiş bu gözəl villa ilə sizə tanış edirəm. Əzizlərim, bura bizim qonaq otağımızdır. Bura mətbəx. Əzizlərim, bilirsiniz ki, Bilgəhin havası ürək xəstələrinin dərmanıdır, kurortlu zonadır. Yəni burada hələm-hələm, yəni bu boyda həyəti olan evlər az olur. Yer istipolda, əzizlərim, bura ailə yataq otağıdır. Ailə yataq otağının içində balacada bir otaq var yenə. Bura sanuzel. Burada yenə bir yataq otağımız var. Əzizlərim, evdə yəni müəyyən əşyalar qalacaq. Evdə işlənən materiallar hamısı bahalı materiallardan. İndi gələndə də alıcılarım inşallah görəcəklər. Çox gözəl evdir. Yəni evin o çöldən rəngi olmamağına baxmayaraq, yəni o rəng boş şeydir. Əsas keyfiyyətdir. Gördüyünüz kimi qapılar hamısı bahalı qapılardır. Bura camaşırxanadır. Camaşırxananın içindən padvala xod var ki, bunda altı dərin padval ki, banka balon mürəbbə yığmaq üçün yerdir. İndi də evimizin həyəti ilə sizi tanış edeyim. Həyətdə bisetkası. Evimizin qabağı bax belə açıq eyvandır. Əzizlərim, evimizin üstü beton monolit. İşlənən materiallardan görünür ki, bahalı simetlərdən də əzizlərin markası bahalı simetdir. Evimizin böyründə gördüyünüz kimi bisetkası, manqalinisi. Evimizin arxasına fırlanmağa yeri. Həyətdə həyət üçün sanuzel. Əzizlərim, evimizin proyekti də gözəldir. Yer monolit, evin üstü monolit. Yəni kimisi ikinci mərtəbədə tikə bilər. Əzizlərim, darvazalar punktlandır. Evin həyəti də setka ilə toxunub beton verilir. Yəni bu üstə kamazla çıxsa yatan deyil. Qiymət də gözəl qiymət. 310 min manatdır. Səthi qoca.